Martın 13-də ölkəmizdə Qlobal Bakı Forumunun 12-ci sessiyası öz işinə başladı. Martın 15-nə qədər davam edəcək forumda dünyanın müxtəlif bölgələrindən 400-dən çox nüfuzlu siyasi xadim, həmçinin yüksək səviyyəli dövlət rəhbərləri, beynəlxalq təşkilatların liderləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirlər. Forumda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütüblü dünya nizamı, BMT-nin gələcək rolu, post-münaqişə dövründə bərpa və quruculuq işləri və orta güclərin yeni dünya düzənindəki rolu kimi vacib mövzular müzakirə olunur. Bu tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh məsələlərinə dair geniş müzakirələrə şərait yaradıb. Forum çərçivəsində geosiyasi dəyişmələr, məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı, çoxqütüblü dünya üçün multilateralizmə yenidən baxılması və gələcək üçün BMT paktı, yeni qlobal konsensusun yaradılması mövzularında panellər təşkil edilib. Həmçinin sülhə və barışığa töhfə verən ictimai xadim Kim Fuch Fansiyə 2025-ci il üzrə Nizami Gəncəvi beynəlxalq mükafatı təqdim edilib. Sülhə gedən yol, yeni dünya nizamında orta güclər, sülh, münaqişə sonrası yenidən qurma və regional sabitliyin bərpası mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş xüsusi sessiyalarda keçiriləcək. Tədbirdə yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişmələrinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Forumun ən diqqət çəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən Gənclər danışsın, biz dinləyək paneli olacaq.